Hər kəsə salam, mən Ayda Kamilova. Bugün saat mövzusunun ilkin mərhələsi ilə bağlı izah paylaşacağam. Hansı ki, burada sadəcə saatın tamam və yarısı ilə bağlı qaydalardan bəhs eləyəcəm. Saatla bağlı qaydaları iki hissəyə böldüm ki, daha rahat anlaşıqlı olsun. İlk öncə saatla bağlı bilməli olduğumuz bəzi qeydlər var. Hansı ki, bunları bilməliyik ki, saatla bağlı biz tapşırıqları yerinə yetirə bilək. Əsas məsələ, bir gün 24 saatdır. Bir saat isə 60 dəqiqədir. Bizim bu günlük işimiz əslində sadəcə olacaq 24 saat məsələsi ilə bağlı, günün 24 saat olması. Dəqiqə ilə bağlı olan mövzular daha çox saat işləyir və qalır olan mövzular da lazım olacaq. Əsas məsələ dediyim kimi bizə lazım olacaq bu günlük bir günün 24 saat olması ilə bağlı. Deməli, saatların iki növü var. Biri mexanik saatlar, buna divar saatlarını nümunə göstərə bilərik və bir də elektron saatlar. Elektron saatlar çox asandır. Ona görə mən ilk başlamaq istəyirəm divar saatından. Çünki bunun qaydasını bilsəz, ardı gələcək, yəni digərlər rahatdır. Nəzər yetirsəz saatın üzərinə, burada mən əqrəbləri çəkməmişəm elə izahla bağlı olaraq. Saatın üzərində 1-dən 12-yə doğru, 12-yə qədər ədədlər düzülüb. Və bu ədədlər yəqin ki, sizin çox rastlığınıza çıxıb bu söz saat əqrəbi istiqamətində. Saat əqrəbi deyəndə, yəni ədədlər ilk öncə 1, 2, 3, yəni belə artan sıra ilə hərəkət edir və buna saat əqrəbi istiqamətində deyirlər. Yəni görürsüz ədədlər necə hərəkət edir. Bu dövrə saat əqrəbi istiqaməti deyirlər. Saatın üzərində gördüyünüz kimi ədədlər 12 kimi verilir. Amma biz bayaq dedik ki, bir gün 24 saatdan ibarətdir. Bu o deməkdir ki, bir günün tamamlanması üçün bu saat 2 dəfə dövr eləməlidir. 1-dən başlamalıdır 12-yə qədər və sonra yenidən eyni dövrü yenidən təkrarlamalıdır ki, bir gün üçün olan dövrünü tamamlasın. Bayaqdan bəri tamam deyirəm. Bu tamam ifadə olunur 12 rəqəmi ilə. Bu saatın üzərindəki 12 rəqəmi ilə. Saatda bu 12 tamamı bildirəcək. Necə? Saatın iki əqrəbi var. Biri qısa əqrəb, biri uzun əqrəb. Qısa əqrəb hər zaman saatı bildirir. Uzun əqrəb isə dəqiqəni bildirir. İndi bəzilərinin üzərində görəcəksiniz saatlara saniyə əqrəbi də var. Bu saniyə əqrəbi necə fərqləndirmək olar? Hansı əqrəb ki, sürətli hərəkət edir, bu saniyə əqrəbidir. Bu sizə lazım deyil. Yəni onlarla özünüzü çaşdırmayın. Əsas qısa əqrəbi və uzun əqrəbi yadda saxlamaq saatla bağlı tapşırıqları yazmağınıza kifayət eləyəcək. Deməli, başlayıram birinci tamamdır deməkdən ki, nə vaxt tamamdır deyirik, neçə tamamdır deyirik və s. Mən bayaqdan görürsünüz də deyirəm ki, tamam 12 ilə bağlıdır. Biz saatın tamam olduğunu bilmək üçün nəzər yetirməliyik ki, böyük əqrəb 12-nin üzərində olsun. Əgər böyük əqrəb 12-nin üzərindədirsə, bu zaman biz ona tamamdır deyə bilərik. Əks halda deyə bilmərik. Məsələn, mən deyirəm ki, saat 3 tamamdır. O zaman qısa əqrəb 3-ün üzərində olmalıdır. 3-ə doğru hərəkət eləməlidir. Üzərində olmalı demək deyəndə bəzən uşaqlar çaşdırırlar, gətirirlər 3-ə qədər çəkirlər xətti. O zaman bunu dəqiqə əqrəbi ilə saat əqrəbi fərqləndirmək olmur. Yəni düşünməyin ki, bunlar mənə verilməyəcək, çəkməyəcəm və s. Xeyr, bəzi tapşırıqlar var ki, oradan bizdən tələb edir ki, saatı verir, məsələn, saat 3 tamamdır. Bunu biz özümüz çəkməliyik. Yəni biz onu həm görünüşdən vizual olaraq anlamalıyıq, həm də özümüz onu çəkə bilməliyik. Deməli, qayıdıram bayaqki mövzuya. Saat 3 tamamdır demək istəyirəmsə, ilk sözüm həmişə saatı bildirir. 3 tamamdır. Qısa əqrəbi qoydum 3-ə və tamamdır deyəndə dedim, axı dövrünü gəlir 12-də tamamlayır. Uzun əqrəb gəlməlidir 12-yə. Baxırıq indi qısa əqrəb 3-ün üzərindədir, deməli 3, uzun əqrəb də 12-nin üzərindədir. 3 tamam. Yəni bizim dövrümüz tamamlandı və 3 oldu. Bu o deməkdir. Sonra əgər desəm ki, 5 tamam, yenə eyni qaydada. Qısa əqrəb olacaq 5-in üzərində, uzun əqrəb isə olacaq 12-nin üzərində. Yəni yadda saxladıq ki, 12 bu dövrün tamamlanması deməkdir. Əgər dəqiqə əqrəbi bir dəfə dövr eləyirsə, dəqiqə əqrəbi, yəni bu uzun əqrəbdə belə deyim. Bu, bir dəfə dövr eləyəndə 1 saat tamamlanır deməkdir. Hər dövründə 1 saatı tamamlayır. Və bayaq dediyim kimi, bizim saat əqrəbimizin üzərində, mexaniki saatın üzərində 12 ədəd olduğuna görə bir günün tamamlanması üçün bu saat 2 dəfə dövr edir. İndi bir neçə tapşırığa baxaq. Bu tapşırıqlara baxdıqca, əyani şəkildə gördükdə sizə daha yaxşı aydın olmuş olacaq bunlar. Deməli,
Baxırıq birinci saata. Birinci saatı mən özüm yazıram, nə olduğunu izah edəcəm və yenidən yazacağam. Digərlərinə 3-3 saniyə vaxt verəcəm ki, siz bu izaha baxanda 3 saniyə ərzində özünüzlə yarışırsınız da. Mən sizin suala necə cavab verdiyinizi görmürəm. Amma ən azından özünüzlə yarışın, görək bunu anlaya bildinizmi, tətbiq edə bildinizmi? Baxırıq birinci, bunların çoxu dəqiqə tamamla bağlı, daha doğrusu dəqiqə ilə yox, tamama aid olanlardır və əqrəblərdə bəzən şəkillərdə problemli görünə bilər. Amma yenə də nisbətən görünür ki, məsələn bu qısa əqrəbdir. Görürsünüz 5-ə tam çatmayıb, amma bu 12-yə tam çatıb. Yəni buradan anlamalısınız ki, dəqiqə əqrəbi yaxın olandır, uzun olandır daha doğrusu. İndi baxıram. Birinci mən deyirəm ki, saatı yazanda ilk öncə yazmalıyam saati ifadə edən rəqəmi. Baxın, burada indi mən bunu elektron formada yazacağam. Birinci şifahi deyəcəm, sonra bunu elektron formada yazacağam. Baxıram ki, saat əqrəbi, yəni kiçik əqrəb 5-in üzərindədir. Dəqiqə əqrəbi, yəni uzun əqrəbi 12-in üzərindədir. Deməli, 5 tamamdır. Gəlirəm, 9, kiçik əqrəb 9-un üzərində, böyük əqrəb 12-in üzərində. Deməli, 9 tamamdır. Kiçik əqrəb 3-ün üzərində, böyük əqrəb isə 12-in üzərində. Deməli, 3 tamamdır. Bu formada davam edir. İndi bunların yazılışı da var. Şifahi dedin. Bəs yazanda necə yazacaqsan? Əsas məsələ budur. Saatı yazanda uşaqlar, deməli, 2 qoşa nöqtə ayırıram. Qoşa nöqtəm yaxşı olmadı. Aha. Qoyuram 2 dənə qoşa nöqtə. Sol tərəf bildirir saatı, sağ tərəf isə bildirir dəqiqəni. Elektron saatı yazmaq çox rahatdır. Baxıram ki, bura 5-dir də, düzdür. Və mən bura 2 dənə rəqəm yaza bildiyimə görə 5 yazmıram, 0-5 yazıram. Çünki bilirsiniz ki, ədədin əvvəlində 0 yazılmağı onsuz onun qiymətinə təsir eləmir. 0-5 elə 5 demək. 0-5 neçə? Dəqiqəm tamamlanıbdır, bir dövrüm tamamlanıb. Deməli, yazacağım 0-0. Yəni, bu o demək ki, 5 tamamdır. Eynisini gəlirəm, burada tətbiq edirəm. Yenə mənim 2 dənə qoşa nöqtəmi qoydum. Sol tərəf saatı bildirir, sağ tərəf dəqiqəni bildirir. Saat neçədir? 9. Yazıram 09, 00. Əgər bu 10 olsaydı, yazacaqdım 10-0-0. Çünki 10 onsuz 2 rəqəmli ədəddir. Gəlirəm növbətiyə. Yenə mənim 2 tərəfim var. Saatı bildirir 03. Dəqiqə isə 00. Təkrarlayıram, çünki dövr tamamlanıb, 12-də bitib dövr. Ona görə bu formada yazırım. İndi mən bunu yadda saxlayıram. Düşürük aşağıya. Təxmini sizin üçün 3 saniyə vaxt gözləyirəm. Məsələn, birinci üçün. Özünüzə sual verin görə. Birinci saat necədir? Nəzər yetirsək, görürük ki, kiçik əqrəb 11-in üzərindədir, böyük əqrəb isə 12-in üzərindədir. Yəni, 11 tamam. Yazıram 11-00. İkinci saata baxırıq. Aha, ümid edirəm ki, cavablandırdınız. Baxırıq, kiçik əqrəb 2-nin üzərindədir, 0-2. Böyük əqrəb isə 12-nin üzərindədir, deməli 2 tamamdır. Üçüncü saat. Aha, kiçik əqrəb 6-nın üzərindədir, yazıram 0-6. Böyük əqrəb isə 12-nin üzərindədir, yəni 6 tamamdır. Davam edirik. Kiçik əqrəb 8-in üzərində, böyük əqrəb 12-nin üzərində, deməli 8 tamamdır. Kiçik əqrəb 1-in üzərində, böyük əqrəb 12-nin üzərində, 1 tamamdır. Qaydanı öyrəndinizsə, artıq baxan kimi bunu bilməlisiniz. Sonuncu. Kiçik əqrəb 10-un üzərində, böyük əqrəb isə 12-nin üzərində. Deməli, saat 10 tamamdır. İndi isə gəlirik, bayaq dediyim, yəni fikirləşməyin ki, saat mənə hazır formada çəkiləcək, baxacam, yazacam. Xeyr, bizdən bunu tətbiq eləməyimiz, saatı çəkməyimiz də tələb oluna bilər. Hansı ki, iş dəftərinizdəki olan bununla bağlı tapşırıqlar var idi. Ona da baxacağıq indi. Gəlirəm indi burada verilən saata. Bayaq əslində siz bunu ilk dəfə görmürsünüz, çünki bayaq saatı yazanda da bunu tətbiq elədik. Baxıram, görün bunu necə oxuyacaqdım. 10 tamam, 2 tamam. 9 tamam. Çünki artıq görürsünüz dəqiqə yerində əlavə dəqiqə verilməyib, 0-0-0 verilib. Yəni bu tamamdır deməkdir.
10 tamamdırsa, yenə deyirəm, başlayırıq birinci saatı göstərən ədəddən. Saatımı göstərən ədəd 10-dur. Deməli, mən kiçik əqrəbi 10-a doğru çəkməliyəm. Və tamamdır dediyinə görə, tamamdır deyəndə böyük əqrəb harda olurdu? 12-nin üzərində. Böyük əqrəbi də çəkirəm 12-nin üzərində. 10 tamamdır. Növbəti də 2 tamam. Kiçik əqrəb saatı göstərirdi. 2-nin üzərinə kiçik əqrəbi çəkdim. Böyük əqrəb dəqiqəni. 2 tamam. 9 tamamı çəkirəm. Kiçik əqrəb 9-un üzərində. Böyük əqrəb isə 12-nin üzərində. 9 tamam. 5 tamam. Kiçik əqrəb 5-in üzərində. Böyük əqrəb isə 12-nin üzərində. 3 tamam. Kiçik əqrəb 3-ün üzərində. Böyük əqrəb. Bu əyri oldu biraz. Çünki bunun istiqaməti çox şey dəyişdirir. Səliqəli çəkmək lazımdır. Aha, böyük əqrəb isə 12-nin üzərində. 7 tamam. Kiçik əqrəb 7-nin üzərində. Böyük əqrəb 12-nin üzərində. Və sonuncu sıramız 11 tamam. Kiçik əqrəb 11-in üzərində. Böyük əqrəb 12-nin üzərində. 6 tamam. Kiçik əqrəb 6-nın üzərində. Böyük əqrəb 12-nin üzərində. 1 tamam. Kiçik əqrəb 1-in üzərində. Böyük əqrəb 12-nin üzərində. İndi bu bizim saatın tamam olan halları ilə bağlı elədiyimiz tapşırıqlar. İndi ikinci bir hal var. Gəlirəm, qayıdıram nümunə saatımın üzərinə. Mən bayaq sizə izah eləyəndə dedim ki, 12 tamam olduğunu bildirir. Saatın tamam olduğunu bildirir. Yəni bu dövr bir dəfə dövr elədi, dövrümüz tamamlandı. Amma dövr tamamlanmayan hallar da ola bilər. Buna biz işləyir, qalır, yarısını aid edirik. Bu günlük bayaq dediyim kimi tamam və yarısını öyrənirik sadəcə. Yarısı necə olacaq? Əgər dövr burada tamamlanırsa, bu 12-də tamamlanırsa, tamamlanmayanda deməli yarıda qalmalıdır. Baxırıq bu saatı elə vizual şəkildə də bölə bilərik. Bu dairəni mən 2 yerə bölsəm, yarı buradır. Yarı hissəsi də buradır da, düzdür. Belə bölə bilmərəm. Çünki dedim axı, saat əqrəbi bu formada hərəkət edir də. Ona görə, deməli saatın yarı hissəsi buradır, yarı hissəsi buradır. Və onları ayıran hara oldu? Onları ayıran, baxın, bu 6 oldu. Çünki demişdik ki, 12 tamamı bildirir. Deməli, biz yadda saxlayacaq ki, bu səfər dəqiqə əqrəbi 12-nin üzərində olanda saatı bildirirsə, tamam olduğunu bildirirsə, 6-nın üzərində duranda da yarını bildirəcək. Yarı nə deməkdir? Hələ bu dövr yarı olub, tamamlanmayıb. Dövrün tamam olması üçün hələ gəldiyi qədər də getməlidir bu əqrəb. Ona görə biz 6-nı yadda saxlayırıq ki, əgər dəqiqə əqrəbi 6-nın üzərindədirsə, bu o deməkdir ki, saat hələ yarıdır. Yəni, saatın tamamlanmasına hələ gəldiyi qədər də bir yol lazımdır. İndi bir neçə nümunə yazanda sizə tam aydın olacaq ki, o nə deməkdir. Məsələn, mən yazmaq istəsəm əgər 2-nin yarısıdır, bu o deməkdir ki, mənim saatım hələ 2-yə qədər gəlib dövrü tamamlamayıb. 2-yə qədər gəlib keçməyib. Yəni, bəzən uşaqlar çaşırlar, 2-ni görən kimi 2-ni keçmiş şəkildə çəkirlər əqrəbi. Mən amma sizə deyirəm ki, 2-nin yarısı. Yəni, 2 yarı hələ tamamlanmayıb. Ona görə biz saat əqrəbini çəkəndə bu səfər uşaqlar yarısı dediyimə görə elə yenə də 2 yarısı deyirəmsə 2-nin əvvəlində olan nəzərdə tutacağam və yarı deyəndə elə bu aralığı yarılayırıq vizual olaraq. Təxmini məsələn əvvəl əgər 1 deyəndə oxu mən belə düz 1-in üzərinə çəkirdimsə, bu səfər yarısı dediyimə görə 1 ilə 2-nin arasında saxlayacağam. Bax, yarısı deyəndə mən buna baxanda artıq 1-in yarısı demirəm, çünki 1-i keçib. Bu 1 olan dövrü tamamlayıb. 2-yə gəlməyə çalışır. 2-nin yarısı deyirəm. Yarısını da bayaq dedik ki, böyük əqrəb harda olmalı idi? 6-nın üzərində olmalı idi. Əgər bu dövr gəlib tamamlansa, saat əqrəbi də ondan bir hərəkət edəcək, gələcək, duracaq 2-nin üzərində, dəqiqə əqrəbi duracaq 12-nin üzərində, 2 tamam olacaq. Amma hələ ki bu dövrü tamamlamayıb, yarıdadır. Ona görə oxuyanda baxıram, deyirəm ki, məsələn 2-nin yarısı demək istəyirəmsə, 1-i ötürmüşəm, 2-yə hələ çatmamışam. Ona görə təxmini onların ortasına bir yerdə çəkirəm saat əqrəbimi, kiçik əqrəbi. Dəqiqə əqrəbini isə 6-nın üzərində. Əgər yarısı deyirsə, hər bir halda dəqiqə əqrəbi 6-nın üzərində olacaq. Necə ki, tamamda dedik ki, 12-nin üzərində olacaq. Bu səfər də eyni formada. İndi bir neçə nümunəyə baxaq.
Bu qədər danışmaqdansa bir dəfə göstərmək yaxşıdır. Sizə tam aydın olacaq. Gəldim. Elə bayaqki formada. Birinci başlayırıq bu saatları analiz edib yazmaqdan, daha sonra isə çəkməkdən. Baxaq birinciyə. Görürsüz saat əqrəbinə, kiçik olan əqrəbə harda dayanıb? Bax 3 ilə 4-ün arasında dayanıb və 3-ü keçib bu saat. Yəni 3-ə aid olan dövrünü tamamlayıb. 4-ə çatmağa çalışır. 4-ə. Ona görə bu saatı mən oxuyanda deyəcəm ki, 4-ün yarısı. Görürsüz, yarıda dayanıb. Bunu oxuyanda deyəcəm ki, 1-i keçib 2-yə çatmağa çalışır. 2-nin yarısı. Bura baxıram, 8-i keçib 9-a çatmağa çalışır. Deyəcəm 9-un yarısı. Bu formada deyəcəm. Bəs mən bunu elektron saatla göstərmək istəsəm, necə göstərərəm, necə yazaram daha doğrusu? Yazan zaman nə edəcəyik? Biz saatı yazanda nə dedim? Birinci tərəf saatı göstərirdi, düzdür? Saatı göstərirsə, mən durub 4-ün yarısı demişəmsə, 4-ü yazmağım düzgün deyil, axı bu hələ gəlib 4-ə çatmayıb. Deməli, 4-ə çatmaq üçün olan o, belə deyim də, vaxtı nəzərə almalıyıq. Əgər 4-ə çatmayıbsa, mən elektron saatda onu yazanda əvvəlində 04 yazsam, böyük bir səhvə yol vermiş olaram. Çünki hələ 4 olmayıb. Ona görə nə edirik? Biz həmişə bunu yazanda əvvəldəkini, baxın bu aralıq dedimi, bu aralıqda birinci olan nəzərdə tuturuq. Mən bu 4-ü silim. Buradakı 2-ni də silim, yazanda sizi çaşdıracaq. Aha. Biz nəzərə almalıyıq əvvəldəki ədədi. 03. Gəldim indi digər məsələyə. Bayaqdan buranı yazırdıq saat, buranı yazırdıq dəqiqə, 00 yazırdıq, işimiz asan idi. Amma indi deyirəm ki, bu hələ 1 saatlıq dövrünü tamamlamayıb. Düzdür, yarısı deyirəm. 1 saatı yadımıza salırıq ki, neçə dəqiqə? 60 dəqiqə. 60-ın yarısı 30. Deməli, mən bura artıq 00 yox, 30 yazırım. İndi deyəcəksiniz ki, nəyə görə 60 yazmırıq, 00 yazırıq? O dəqiqəni ifadə edən ədəd, yəni 00 dövr tamamlandı deməkdir deyə biz 00 yazırıq. 60 yaza bilmərik. 59-da sonuncu ədədimiz, sonuncu dəqiqəmiz daha doğrusu 59-da bitməlidir. Əgər mən ora 60 yazmışamsa, böyük bir səhvə yol vermiş olaram. Tamamı bildirmək üçün mütləq şəkildə 00 ədədlərindən rəqəmlərindən istifadə etməliyim. Deməli, bir də təkrarlayıram. 4-ün yarısı verildiyinə görə burada saat, hələ 4 olmadığı üçün 3-ü götürürəm, yazıram 03 və yarısında olduğuna görə yazıram 30. Növbəti saatıma baxıram, görüm harada yerləşir. 1 ilə 2-nin arasında yerləşir, yəni bu 2-nin yarısıdır. Ona görə götürürəm bunu, hələ 2 olmayıb. 01, yenə yarısındadır, 30. Sonra 08, 30. Bu formada davam edəcək. Düşürəm aşağıya. Gəldim yenə baxıram. Bəlkə bunu da bayaqki kimi vaxtla edəyək. Buna da müəyyən bir vaxt verirəm. Görün, mən cavablayanda düz tapmısınız, yoxsa yox. Aha, baxıram saat əqrəbinə. 9 və 10-un arasındadır. Kiçik olanı götürürük. Həmişə bunların arasında kiçik olanı götürürük. Yazıram 09, 9-un yarısı. Baxın xəttinə. 09, 30 yazmalıyım. Gəlirəm növbəti suala. 11 və 12-nin arasındadır. Nə yazacağıq? Düşünün. Yazırıq 11, 30. Çünki yenə təkrarlayıram. Hələ 12-yə gəlib çatmayıb. Növbəti suala baxıram. Bu təkrar düşüb. Eyb yoxdur, yazaq. Təkrarı biliyin anasıdır. Aha, növbəti sual. 8 ilə 9-un arasındadırsa 08, 30. 6 ilə 7-nin arasındadırsa kiçik olanı götürürəm 06, 30. Oxunuşunda deyə, oxunuşunu demədim. 9-un yarısı, 7-nin yarısı. Sonra növbəti suala gəlirəm. 5 ilə 6-nın arasındadır, saat əqrəbi yazıram 05. Dəqiqə əqrəbi də 6-nın üzərində olduğu üçün 30. 05, 30. Yəni 6-nın yarısı. Ümid edirəm ki, aydın oldu. Aydın olub-olmadığını indi bu saatı çəkəndə anlayacaq. Siz də evdə bu tipli saatlar özünüzdən çəksəz, ya valideyniniz, ya özünüzə bir saat deyin, altından yazın və onu çəkin. Əgər çəkə bilirsinizsə 100% artıq öyrənmişsiniz deməkdir.
Çünki baxıb tapmaq rahatdır, amma onu tətbiq edəndə tam bilinir. Sən öyrənmirsən yoxsa yox. İndi gəlirik baxırıq bura. Yazılıb 07:30. Mən bayaq dedim ki, birinci tərəfə saatı yazanda kiçik olan götürürük. Bu 07 yazıbsa, deməli bu 8-in yarısıymış ki 07 yazıb da. Yəni 8 ilə 7-nin arasında yerləşməlidir mənim saat əqrəbim və kiçik olan, saat əqrəbi kiçik olan idi. 30 da nə deməkdir? 6-nın üzərində olmalı dəqiqə əqrəb. İndi mən bunu oxuyanda görə necə oxuyacağam? Həqiqətən də 8-in yarısı oxuyacağım. Çünki 7-dən keçib 8-ə çatmağa çalışır, dövrünü tamamlamağa çalışır. Hələ yarısındadır, tamamlamayıb. Ona görə deyirəm 8-in yarısı. Növbətiyə baxıram. Oxunuşuna birinci baxaq. 08:30 deməli 9-un yarısı. 8-i keçib artıq. Ona görə mən 8-in yarısı demirəm. 9-un yarısı. 9-un yarısını çəkmək üçün 8 ilə 9-un arasında kiçik saat əqrəbim. 30-u bildirmək üçün də dəqiqə əqrəbi 6-nın üzərində. Sonra 02:30 3-ün yarısı. Saat əqrəbimi çəkirəm 2 və 3-ün arasında. Dəqiqə əqrəbimi isə çəkirəm 6-nın üzərində. Yenə bunu səliqəyə salaq. 6-nın üzərində. Növbəti sıra 06:30, yəni 7-nin yarısı. Gəlirəm. Növbəti sıra. Gəlirəm indi. Saat əqrəbi, saatımı birinci oxuyuram. 06:30, yəni 7-nin yarısı. Mən burada saat əqrəbimi çəkməliyəm. 6 və 7-nin arasında. 30 olduğuna görə dəqiqə əqrəbim də 6-nın üzərində. 01:30, yəni 2-nin yarısı. Saat əqrəbimi çəkməliyəm 1 və 2-nin arasında. Dəqiqə əqrəbimi isə çəkməliyəm 6-nın üzərində. 11:30, yəni 12-nin yarısı. Saat əqrəbimi çəkməliyəm 11 və 12-nin arasında. Dəqiqə əqrəbimi isə 6-nın üstündə. Və sonuncusu tunum. Sıram daha doğrusu üzr istəyirəm. 12:30, yəni 1-in yarısı. 1-in yarısı. Gətirirəm. Saat əqrəbim 12 və 1-in arasını çəkirəm. Dəqiqə əqrəbimi isə 6-nın üzərində çəkirəm. İndi həm birdən nümunəyə baxaq, həm də saatı əllə çəkən zaman necə çəkmək lazımdır ki, səliqəli olsun. Onu da nəzər yetirək. İkisi bir arada olmuş olsun. Saatı səliqəli çəkmək üçün birinci yuxarıda 12-ni, sağda 3-ü, aşağıda 6-nı və solda 9-u çəkmək lazımdır və baxmalıyıq ki, 9 ilə 3 paralel olsun, 6 ilə 12 şaquli istiqamətdə düzgün yerləşsin və s. Sonra bu boşluqları doldurmaq olar. 12-dən sonra 1, 2, 3-dən sonra 4, 5, 6, 6-dan sonra 7, 8, 9, 10 və 11. Belə olan zaman saatlarını səliqəli formada düzüləcək. Mərkəz nöqtəni qoyduq. Çəkmədən əvvəl mərkəz nöqtəni qoysaz daha yaxşı olar. Mənim yadımdan çıxdı. İndi bir dənə saat deyirəm özümdən olsun. 4-ün yarısı. 4-ün yarısını çəkəndə necə çəkirdik? Saat əqrəbi 3 ilə 4-ün arasında, yəni kiçik əqrəb. Dəqiqə əqrəbi isə neçəni ifadə eləyirdi? Yarısı dedim. Yarısı da haradaydı? 6-nın üzərində. Gətirdim, çəkdim. İndi mən bunu deyəndə deyirəm 4-ün yarısı düzdür. Bəs yazanda necə yazmalıyam? Birinci 4-ün yarısı dediyimə görə 4 hələ olmayıb. Keçin maviyə. Aha, o zaman yazmalıyam 03. Neçə? Dəqiqəm neçədədir? 30-da. 03, 30. İndi mən bunu digər tərəfə, günün digər hissəsini ifadə eləmək istəyirəm. Baxırıq bura. 03 idi, üzərinə 12 gəldi mi? Oldu 15. Deməli, üzərinə 12 gələndə 15, 30. Bu da bizim qarışdı. Aha, bu da bizim günün digər saatı ilə ifadəmiz. Sağ olun, növbəti izahlarda görüşərik.